Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 3-cü kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. Ana laylası. Dünyanın hər yerində olduğu kimi, müasir Azərbaycanda da bir sürü qələm əhli var. Qələm əhli işi peşəsi kağız qələmlə bağlı olub, başlıca məşğuliyyətləri yazı yazmaq olan insanlara deyilir. Qələm əhlinin ortaq nöqtələri yazı yazmaq olsa da, bu yazılar məzmunlarına görə, niyyətlərinə görə, xeyrə və ya şərə xidmət etmələrinə görə bir-birindən fərqlidir. O fərqli istiqamətlərin hər biri də başqa-başqa peşələrə aid olur, adları ilə də bir-birindən fərqlənirlər. Şeir və roman yazan yazıçılar, tarixi hadisələri toplayan, onları kitablara yığan tarixçilər, elmi əsərlər yazan alimlər, kriminal hadisələri qeydə alan kriminalistlər, dərsliklər yazan pedaqoqlar, mütəxəssislər, bir də çağdaş dünyada baş verənləri izləyərək hər gün baş verənlərdən bir şeylər yazmalı olan jurnalistlər var ki, bunların hamısına qələm əhli deyilir. Qələm əhlinə aid edilə bilən bu peşələrdən hər biri aid olduğu ölkənin inkişafında ciddi rol oynayır. Bu peşələr cəmiyyət üçün önəmli əhəmiyyət daşısalar da, onların içində gündəlik həyatın əyər əskiklərindən, necə deyərlər, millətin dərdisərindən yazmaqla məşğul olan tək bir peşə var, o da jurnalist peşəsidir. Jurnalist uzaq keçmişdən deyil, çağdaşı olduğu eyni dövrün içində yaşadığı eyni cəmiyyətin gündəlik həyatından, orada üzə çıxan problemlərdən, nöqsanlardan yazmalı olan bir peşə sahibidir ki, onun yazıları əsasən özünün də içində bulunduğu, bəzən öz gözü ilə görüb şahidi olduğu gündəlik həyatın siyasi və sosial problemlərinə yönəlik tənqidi bir mövqe tutması ilə bu iki sahəyə cavabdeh olduqları halda o nöqsanlara göz yuman, millətin ahızarına biganə qalan, onlara ögey münasibət bəsləyən dövlət məmurlarını hədəf alır, onlardan yazmalı olurlar. Bu da hər zaman bir atəşin çəmbərində oturduğunu bilmək, əgər bir gün o atəş çəmbərindən daşarsa, ən ilk yananlardan birinin sən olacağını bildiyin halda bu peşəni yerinə yetirməyə davam etmək kimi çox təhlükəli bir şeydir. Tarix boyu gəlmiş keçmiş bütün dövlətlər nöqsanlarına nailiyyət adı verərək, onları tərifləyən jurnalistləri bəsləməklə, bu jurnalistlərə hər cür şərait yaratmaqla məşğul olmuşlar. Bunun əksi olaraq da, nöqsanları işıqlandıran, əsasən xalqın dərdisərindən yazan digər jurnalistlər isə həbsxanalara tıxmaqla, onları susturmaqla tanınmışlar. Bəlkə də məhz bugün dünya bu məsələdə özünün pik nöqtəsini yaşayır. Çünki bugün dünyada var olan dövlətlərin bəlkə də hamısı diktatura rejimi ilə idarə olunur. Hal belə olunca da, əsasən jurnalist məsləki ilə əlaqəli ən kəskin mövqe tutmaq, narazı xalqdan yığılan qəzəbin əvəzini onlardan çıxmaq, idarəçilərin arasında artıq bir ənənə halını almışdır. Diktaturadan dad edən xalqın hamısını həbs eləmək mümkün deyildir. Lakin xalqın sözünü deyən, xalqın dərdini yazan jurnalisti həbs eləmək də olar, onu ilim-ilim itirmək də. Bugün də aktual olan belə bir haqsızlıq böyük həvəslə tətbiq olunaraq, keçmişlərdə əldə edilmiş böyük təcrübənin zənginlikləri kimi tanınır, onlardan istifadə etmək, xalqı intizama gətirməyin, əslində xalqı əzməyin yeganə doğru yolu sayılır. Bugün də dövlət tərəfindən bəslənən jurnalistlər dünyanın hər neməti ilə təmin olunaraq vicdanların əleyhinə gedir, bunun qarşılığında hər cür ehtiyacdan canlarını qutararaq rahat yaşayırlar. Halbuki daima vicdanlarının səsini eşidən, vicdanlarının əleyhinə gedə bilməyən digər jurnalistlər isə hər yerdən qovulan, çörəkləri daşdan çıxan, daima ya təqib edilən, ya da bir bəhanə ilə həbsə atılan mərd insanlar olur. Bütün bunlarla yanaşı, ortada təskin edici bir durumda var ki, bu çətin yolu tutanların heç vaxt yolu boş qalmır. Bu mərd insanların ardı gəldikcə gəlir. 30 yaşlı Xəyalə də gənc jurnalistlərdən idi. O da vicdanlı olmaq, hər zaman düzü düz, əyrini əyri yazmaq kimi bir amalla yola çıxmış, doğru bildiyi bir şeyin arxasında dəyanətlə durmağı qarşısına məqsəd qoymuş bir qız idi.
3 il olardı ki, gənc qız Respublikanın müxtəlif qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərirdi. Xəyalənin gəliri çox az idisə də, o özünün sərbəst düşünmək, ürəyinin hökm elədiyi kimi qərar vermək haqqını əlindən verməmək üçün heç bir qəzetə bağlanmamış, bir jurnalist kimi azad qalmağı, xarakterinin tələb elədiyi özəlliyə uymağı, cəsarətli olmağı seçmişdi. Bu seçim ona baha başa gəlirdi. Çünki bu durumda onun bir çox yazıları işi peşəsi dövlət qurumlarına yaranmaq olan bəzi qəzetçi müdirlər tərəfindən xoş qarşılanmır, geri qaytarıla bilirdi. Hər dəfə belə bir şey baş verəndə xəyala maddi cəhətdən çətin duruma düşürdüsə də, əvəzində hər dəfə ürəyində özündən razı qalırdı. Belə zamanlarda o bir daha inanırdı ki, bu dəfə də vicdanının ziddinə getməmiş, haqqı sözünü yazmışdı. O artıq anlamışdı ki, əgər bir yazı geri qaytarılırdısa, əgər onu yazan jurnalist adi bir məqalə üzündən kimlərdənsə təhdid, hədə, xəbərdarlıq alırdısa, deməli o mətndə yalan yox imiş, hər kəlmə həqiqət imiş, kimlərinsə boğazından keçməyən, yeyə bilmədikləri acı həqiqət. Millətin dərdi səri azmış kimi, son dönəmin cəmiyyət həyatında insanlar daha bir baskına məruz qalırdılar ki, bu da qərbdən axın-axın gələn, ən qısa zaman içində bir-birindən fərqli toplumları eyni cür əsir alan dəblərin istilası idi. Hər gün bir yenisi ortaya atılan, 7-dən 70-ə hər tip insanı özünə cəlb etmək, zorla da olsa özünə uydurmaq gücünə malik olan dəblər. Üstəlik, kapitalist sistemlərin tək tərəfindən müasirlik adı altında insanların həyatına zorla dürtülən bu dəblər bir-birindən cəsarətli olması ilə, heç bir məntiqə uymaması ilə fərqlənərək, hətta bu halı ilə də diqqət çəkməyə, insanların həyatında yeni-yeni yaşam tərzləri oluşturmağa başlayırdı. Bu dəblər artıq təkcə geyim keçimi deyil, hətta yaşam tərzini də ciddi şəkildə dəyişdirə bilirdi. Gənclərin geyim keçimində həddi aşmış açıq-saçıqlıq, yaşam tərzində isə valideynlərindən qopmaq, hər kəsin könlünün istədiyi kimi yaşamaq, özünə lazım olan dəyərləri önə çəkib, digərlərini həyatından çıxartmaq kimi zərərli dəblər artdıqca özbaşınalıq da başalıb gedirdi. Əgər evdən ayrılmanın yaxşı tərəfi nəticə etibarilə gənclərin özlərinə güvənərək sıfırdan yuva qurmaq qabiliyyətinə sahib olmaları olardısa, buna hansı valideyn sevinməzdi ki? Lakin bu dəbin pis tərəfi daha yaygın idi ki, eyni şərtlərdə valideyn nəzarətindən uzaq qalan gənc adamın qısa zaman içində budaqdan qopmuş yarpaq kimi sovrulub getməsi, yolunu itirməsi, doğru yoldan azması baş verirdi. Bu da onsuz da dərdi başından aşan valideyn üçün daha ciddi bir problem idi. Hər gənc tək başına həyat mücadiləsi verməyə hazır olmurdu. Bu da ancaq o addımı atıldıqdan sonra məlum olurdu. Belə çıxırdı ki, yeni dəbin gətirdiyi nəticə də söz misalı bir dəyənəyin iki başı kimi olurdu. Son günlərin yeni dəblərindən biri də gənclərin evlənmədən öncə ata evindən ayrılıb ayrı yaşamaları idi ki, bu da valideynlərin ən çox narahat edən məsələ idi. Azərbaycan mentalitetində bu ən çox sevilməyən, valideynlərin çox çətin qəbul edəcəyi bir durum idi. Çox ailələrdə bunun önü kəsilirdi. Valideynlərin ümumi fikir belə idi ki, yetişkin övlad ancaq evləndikdə ata evini tərk edə bilər. Bu mental düşüncə də yanlış sayılmazdı. Çünki bu durumda hər şey gerçəkdən də Azərbaycan xalqının adət və ənənələrinə uyurdu. Xəyalə də müasir gənclərin çoxu kimi ailədən ayrı, tək yaşayırdı. O, ali məktəbi bitirən kimi atasının vəfatından sonra tək qalan anasını qardaşı ilə birlikdə ata evində qoyub, o evdən ayrılmış, bir müddət qızlarla kirayədə qalmış, ancaq sonra özü qazandığı, qəpik-qəpik topladığı puluna 2 otaqlı bir mənzil alaraq ora yerləşmişdi. Anası da, qardaşı da belə bir qərarın əleyhinə olsalar da, Xəyala qərarını dəyişməmiş, anasını yenicə evlənmiş qardaşına əmanət edərək o vaxtdan öz evində tək yaşamağa başlamışdı. Xəyala bu qərarını bir tərəfdən yeni evlənmiş bir ailədə söz-söhbətə səbəb olmamaq üçün, bir tərəfdən də anası ilə qardaşının işlərini, güclərini buraxıb onu tez tələsik evləndirməyə çalışacaqlarını bildiyi üçün bu iki durumu nəzərə alaraq vermişdi. O yaxşı bilirdi ki, aid olduğu mentalitetdə bir qız ata evində 30 yaşına çatırdısa, o qız artıq evdə qalmış sayılırdı. Bu zamanda bütün ailə bu
bu məsələni birinci yerə qoyur, o qıza göz verib işıq vermirdi, ta ki onu da evləndirib yola salana kimi. Ancaq xəyala belə bir şeyi qəbul eləmir, bu məsələyə başqa cür baxırdı. O da normal bir qız kimi irəlidə ailə qurmağı düşünürdü. Gec-tez onun da ailə qurmaq məsələsinin vaxtı gəlib çatacaqdı ki, o zaman da bu məsələdə də öz seçimini özü eləsin deyə xəyalə belə bir yol tutmuşdu. Ürəklərindən olmasa da, artıq anası da, qardaşı da çoxdan bu durumla barışmış, xəyaləni rahat buraxmışdılar. Xəyalə də onların bu anlayışlarına qarşı daha qayğıkeş olmağa çalışır, hər həftə sonu ata evinə anasını ziyarətə gəlir, onun yanına əyin-baş, ərzaq bağlamaları ilə gəlməklə qardaşının maddi durumuna bu şəkildə dəstək olmağa çalışırdı. Qardaşı Zahid buna görə hər dəfə onu qınasa da, ikisi də bilirdi ki, bir-iki aya ata olacaq Zahidin yükü onsuz da ağır idi. Ölkə yüksək tribunalardan iqtisadiyyatın inkişafında qələbədən qələbəyə irəlilədiyini elan eləsə də, millətin böyük əksəriyyətinin dolanışığı aşağı səviyyədə idi. Ölkə daxili bazarlarda nəzarətsiz inflyasiya artdıqca orta səviyyəli ailələrin də durumu çətinləşir, kasıb ailələrin sayı günbəgün artırdı. Odur ki, bir tək Zahidin ümidinə qalmış ata evinin keçinməsində sözsüz ki, xəyalənin cüzi dəstəyinin də yeri var idi. Vaxt gəlib çatdı, Zahidin bir oğlu oldu. Bir oğul balasının gəlişi çox nemətdən kasad olan bu evi nə qədər şənləndirmişdisə də, hər dəfə bu evə gələndə xəyalə qardaşı oğlu Nicatın baxımının öncəlik təşkil elədiyinə şahid olur, anasının artıq diqqətdən kənarda qaldığını görürdü. Bu səbəblə də xəyalə son zamanlar ata evindən ürəyi göynəyə-göynəyə ayrılırdı. Nə qardaşını, nə də əli uşaqlı gəlini qınamağa ürəyi gəlməsə də, yaşa dolduqca bir uşaq qədər baxıma ehtiyacı olan ürək xəstəsi anasının da bu durumuna artıq göz yuma bilmirdi. Nə isə bir şey eləmək lazım idi. Ürəyinə ağır bir yük kimi oturmuş bu məsələyə bir çarə axtara-axtara yaşayan xəyalənin başından min bir fikir keçirdi. Lakin onların hər biri də bir səbəb üzündən onun işinə yaramırdı. Məsələnin həlli üçün seçim çox idi. Lakin o seçimlərin hər biri ciddi bir ödənişə, xəyalənin bugün üzərinə ala bilməyəcəyi bir hesaba dayanırdı. Həyat insanların kefinə, əhvalına, maddi durumuna əhəmiyyət vermədən öz yoluna davam edirdi. Yenə də xəyalənin artıq alışdığı, gəlirinin az, fikrinin isə çox olduğu günlərindən biri idi. O bazarda dolaşır, anasını ziyarətə getmək üçün alış-veriş eləməyə çalışırdı. Hər şey çox baha idi, qiymətlər əl yandırırdı. Ancaq xəyalə həmişəki kimi anasının ehtiyacı olduğu mermeyvəni, tərəvəzi, toyuq-cücəni almadan o evə gedə bilməzdi. Odur ki, o daha uyğun qiymətə bazarlıq eləmək niyyəti ilə bazarı təkrar-təkrar dolaşır, məsələni imkanı çərçivəsində necəsə həll eləməyə çalışırdı. Bir yerdə o tərəvəz piştaxtasının önündə dayandı. Göy-göyərtini nəzərdən keçirdirdi ki, gözü bir şeyə sataşdı. Qulağının çaldığı bir-iki kəlmə diqqətini çəkdi. Üst-başı baxımsız, yaşlı bir qadın piştaxtanın sahibi gənc adamdan onun atmaq üçün ayırıb yığdığı meyvə tərəvəz tullantılarını dua edə-edə alıb zəmbilinə yığırdı. Xəyalə əvvəlcə qadının bunları toyuq-cücə üçün götürdüyünü düşünürdü. Ancaq gənc adamın dediyi sözlər onu bu fikirdən daşındırdı. Ay xala, gəl mən sənə biraz yardım eləyim. Bu nədir? Sən bunlarla necə dolanarsan? Bunlar ki zibildir. Qadın utana-utana cavab verdi. Yox ay bala, sağ ol, buna ehtiyac yoxdur. Zibillik olur, bunlar da neymətdir. Mənim də işimə yarayır. Bir özün fikirləş ay oğul. Bir gün deyil, 2 gün deyil. Allah bilir hələ nə qədər ömrüm qalıb. Nə var vicdanım var, insafın var. Mən sənin ruzuna şərik ola bilmərəm ki. Elə hər dəfə gələndə məni bunlarla yola sal, mənim bəsimdir. Tək adamam. Bu götürdüklərim mənə 2-3 gün bəs edir. Qorxma oğlum, mən onları yuyub arıtlayıram. Onlardan əməlli başlı yemək hazırlayıram. Allah səndən razı olsun ki, sənə rast gələndən sayəndə artıq heç vaxt ac yatmıram. Bilirsən sən nə boyda savab yiyəsi olursan? Xəyalə geniş açılmış gözləri ilə onlara baxaraq bu söhbəti dinləyir, heç cür bu eşitdiklərinə inana bilmirdi. Necə yəni? Hər halı ilə normal biz insana bənzəyən bu qadın zibil toplamaqla dolanırdı mı? Yəni dünya artıq bu yerə gəlmiş, insanlar bu qədər zalım olmuşdu mu? Xəyalə ürəyindəki fikirləri çözməyə çalışırdı ki, qadın dönüb getdi. Xəyalə də ona yetişə bilməyəcəyini anladı,
Gənc adama üzünü tutub soruşdu. Qardaşım, sən bu qadını tanıyırsanmı? Belə tanıyıram da, hər 2-3 gündən bir bura gəlir, mənim yığıb atmaq istədiyim meyvə tərəvəzi götürüb dua elə-eləyə gedir. Mən də çox düşünürəm ki, görəsən bu abırlı, həyalı qadın niyə bu günə düşüb? Nə olub ki, bu günlərə qalıb? Ancaq cavab tapa bilmirəm. Ay bacı, bugün dünyada elə şeylər baş verir ki, gözünlə gördüyünə də inana bilmirsən, mat qalırsan. Deyirsən hər 2-3 gündən bir bura gəlir, bəs onun həyatını soruşa biləcəyin heç kim yoxdurmu? Kimdənsə soruşub öyrənə bilməzsənmi? Ola bilməz ki, belə bir qadının kimi kimsəsi olmasın. Oğlan əlindəki göyərtiləri sahmana sala-sala dedi. Bir tanışım var, o danışırdı ki, bu yazığın bir oğlu var imiş. Hələ 15 il əvvəl çoxları kimi o da müharibə fitnəsindən yaxasını qurtarmaq üçün başını götürüb Amerikaya gedib. Sən də bilirsən də bacım, belə oğullar çox olub. Ancaq onlar canlarını bu müharibə fitnəsindən qutaran kimi ailələrinə yardım etməyə başlayırlar. Burada çətin durumda qoyub getdikləri ailələrini heç vaxt unutmurlar. O da sir deyil ki, bugün Azərbaycan xalqının böyük bir qismi hicrət eləmiş ovladların hesabına yaşayırlar. Ancaq bu qadının oğlu görünür belələrindən deyilmiş. Belə görünür ki, bu oğlan nankör çıxıb, o gedən gedib, nə özü gəlib, nə də xəbəri. Orada başı nəyə qarışıbsa, doğmaca anasını da unudub. Qadın da onun yolunu gözləyə-gözləyə burada biraz da müflisləşib, sonunda məcbur qalaraq evini satıb kiraya çıxıb. Daha sonra görünür o pulu da qutarıb ki, kirayəni də ödəyə bilməyib, o evdən də çıxardıblar. Deyilənə görə indi bir imkanlı adamın pullu qarajının geniş ərazisinin bir küncündə ona balaca bir yer ayırıblar. Bir yataq, bir də balaca masa qoyublar, orada yaşayır. Əslində o insan çox varlıdır. İstəsəydi gecələri ancaq elə orada qalması ilə bu adamın qarajının qarolunu çəkirmiş kimi olan bu qadına bundan artığını da eləyə bilərdi. Ancaq nə demək olar? İmkan da onun, insaf da onun, qərar da onundur. Hələ bunu elədiyinə şükür eləmək lazımdır. Mən heç onu da eləyə bilmirəm. Bu satdığım mal da mənim deyil ki, bu yazığa ancaq atılmalı olan şeyləri verə bilirəm. Halbuki heç bu da asan deyil. Özü demişkən, bir gün deyil, 2 gün deyil. Xəyalə eşitdiklərindən elə tutuldu ki, göz yaşlarına mane ola bilmədi. O sanki öz anasını bugün də görürdü. Gənc adam xəyaləyə ürək-dirək verib dedi, Allah böyüdür bacım. Axır ki bir gün oğlu insafa gəlib geri dönər, bu qadın da ömrünün sonunda bir gün görər, adam kimi yaşamaya başlayar. Özün də görürsən, bugün ona mərhəmət eləməkdən başqa bizim əlimizdən heç nə gəlmir. O hər dəfə bura bu saatda gəlir, hə də bazar bağlarına yaxın. Bilir də, ertədən zibil olmaz axı. Tövbə estağfurullah, sözə baxı, zibil, Allah keçsin günahımdan. Sabah gəlsəm o gəlməyə bilər də, eləmi? Elədir. Ancaq 2 gün sonra gəlsən, bəlkə görə bilərsən. Bacım, əgər mən düz anlayıramsa, sən deyəsən onun nəsə yardım eləmək istəyirsən də, eləmi? Ay bacım, Allah xatirinə, əlindən nə gəlirsə elə bizim də anamız var. Allah kimsəni bu günlərə qoymasın. Oğlan sözünü bitirdi, xəyalə də əlindəki yaylıqla gözündə gilənən yaşı silib bazardan çıxdı. Həmin qadını bir daha görmək üçün xəyalə 3 gün bazara gedib gəldi. Nəhayət 3 gün sonra eyni saatda qadın gəlib öz payını aldı. Elə dönüb gedəcəkdi ki, gənc adam ona dedi. Xala, ay xala, bir dayan bax bu qız səninlə danışmaq istəyir. Bir onu dinlə, gör nə deyir. Qadın dönüb təəccüblə xəyalənin üzünə baxdı, soruşdu. Nə məsələdir qızım, mənimlə nə danışmaq istəyirsən? Xəyalə əvvəlcə özünü itirdi, sonra onun qoluna girərək yola qoyuldu. Mən bu oğlandan biraz sizi soruşdum. Dediyinə görə siz heç bir yerdə işləmirsiniz. Əgər səhhətiniz izin verərsə, mən sizə bir iş təklifi eləmək istəyirəm. Oğlan düz deyir, mən heç yerdə işləmirəm. Mənə kim iş verər ki, mən də işləyim? Mən təklif eləsəm, mənim əlimdən nə gələr ki? Bir yaşlı xəstə qadına yardımcı, əslində qulaq yoldaşı olmaq da gəlməz əlinizdən. Kimmiş o qadın? Mənim anamdır. Nə kimi yardıma ehtiyacı var ananın? Xəyalə ürəkləndi. Deyək ki, gəlinimiz bir şeylər bişirəcək, siz də həm anama, həm də özünüzə yemək qoyacaqsınız. İkiniz birlikdə yeyəcəksiniz. Gəlinin əli uşaqlıdır, hər şeyə yetişə bilmir. Sonra süfrəni yığışdırıb çay dəmləyəcəksiniz, birlikdə çay içəcəksiniz. Xasiyyətiniz tutsa, söhbət edəcəksiniz, televizor izləyəcəksiniz. Buna bənzər şeylər. Normalda vaxtında anamı mən çimizdirirəm. Ancaq əgər bir gün işim olsa gələ bilməsəm, siz ona yardım edə bilərsiniz. Belə bir iş yükünə gücünüz çatarmı?
Qadın biraz tərəddüd içində durdu, sonra dedi: Belə bir işə təbii ki, gücüm çatar. Ancaq bu bir növ gəl bizdə yaşa kimi bir şey olur ki, mən buna necə inanım? Sən ciddi deyirsən? Ciddi deyirəm. Əslində gəl bizdə yaşa da demək istəyərdim, ancaq hələlik buna imkan yoxdur. Siz ancaq gecələri öz evinizdə yatacaqsınız. Qalan zamanınız gün boyu bizdə, anamın yanında keçəcək. Razısınızmı? Qadın öz-özü ilə danışırmış kimi dodağının altında yavaşca dedi: O ev dediyin də bir ev olsa barı. Ancaq buna da şükür, azından küçədə deyiləm. Xəyalı onu fikrindən ayırdı. Nə deyirsiniz, razısınızmı? Razıyam, ancaq bir şərtim var. Buyurun. Mənim adım Mənsumədir. Hamı mənə xala deyir. Sən də mənə Mənsumə xala de. O sizi bizi də bir kənara qoy. Gəl biz səninlə bu başdan səmimi olaq. Yəni xala-bala kimi. Onda mən də çox sıxılmaram. Olaq da nə deyirəm. Ancaq mən bir vacib şey də deyim. Təklifimi qəbul edərkən sən bunu da bir nəzərə al. Bax, Mənsumə xala, mənim gəlirim hələ ki çox azdır. Ona görə də mən ilk başda sənə ayda ancaq 100 manat verə biləcəyim. Sonrasına sonra baxacağıq. Bircə şeyi yadında saxla ki, mənim maddi durumum yaxşılaşdıqca sənin də maaşın artacaq. Hələ ki ikimiz də Allaha bel bağlayaq, sabaha ümidlə baxaq. Allah kərimdir. Dua edək ki, Allah qazancımıza bərəkət versin. Ay qızım, axı mən səndən pul zat istəmirəm. Sən zaten mənim bütün ehtiyaclarımdan qurtarırsan, daha pulu nə eləyirəm? Pulu toplayacaqsan. Bilmirəm nə vaxt, ancaq bir gün gələcək ki, biz sənə hələ balaca bir ev də alacağıq. Ay Allah səndən min kərə razı olsun, gözəl qızım. Allah nə muradın varsa versin. Sən hardan gəldin çıxdın? Vallah səni mənə Allah göndərdi. Yoxsa ki, belə səfil yaşadığım həyat üçün gündə 100 dəfə xəcalətdən ölüb dirilirdim. Hələ o bazara gedəndə, o oğlandan tullantıları alanda, inan ki, hər dəfə utandığımdan yerə girirdim. Ancaq başqa çarəm yox idi. Belə bir həyatı nə vaxta qədər necə sürdürəcəyəm deyə fikirləşməkdən də ağlım başımdan gedirdi. Tam zamanında səni mənə Allah göndərdi. Bunun başqa adı ola bilməz. Allah səndən razı olsun, ay qızım. Allah səni heç kimə möhtac eləməsin. Mənsumə kövrəlmişdi. Gözləri yaşlı dolan ağbirçək qadın əllərini qaldırıb Allaha dua elədi. Sən nə böyüksən Allahım, sənə şükürlər olsun. Xəyala da dedi, amin. O gün Xəyala evinə elə bir sevinclə, elə bir ruh yüksəkliyi ilə döndü ki, sanki anasına böyük, çox bahalı bir hədiyyə almışdı. İnanırdı ki, anası bu hədiyyəyə sevinəcəkdi. Xəyala yanılmadı. Mənsumə adlı bu qadının bu evdə zaman keçirdəcəyinə, bəlkə əlindən çox iş gəlməsə də, ancaq ən azı Xəyalənin anası Safura xanıma xidmət edəcəyinə, Safura özü də, gəlini Gülgəz də çox sevindilər. Necə olsa, ehtiyac olanda hər işə əl ata bilən daha bir əl olacaqdı bu evdə. Mənsumə Safuradan 1-2 yaş kiçik idi. Görünür həyatı boyu öz başının çarəsinə özü baxmışdı deyə, o yaşına görə daha çevik, daha cəld idi. O baxımdan Mənsumə bu evdə tam da lazım olduğu bir yerə düşmüşdü. Ondan 6 yaş böyük olan Safura xanım həm xəstə idi, həm də ləng idi, ağır təbiət idi. Bu iki qadın zamanla bir-birini tamamlaya həyatlarını sürdürə biləcəkdilər. Bu duruma ən çox sevinən Zahid oldu. O çox qeyrətli oğul kimi anasının qarşısında özünü hər zaman borclu, günahkar hiss edirdi. İndi ondan 2 yaş kiçik olan bacısı Xəyalə elə bir iş tutmuşdu ki, bu durumda da o rahat nəfəs alacaq, anasından arxayın olacaq, evində hər şeyin yolunda getdiyindən əmin olacaqdı. Mənsumə bu evə, bu evin adamlarına, xüsusən də körpə Nicata çox tez alışdı. O bu evdə yaşayan saf, təmiz vicdanlı insanları sevdi, onlara güvəndi, onları həyatının ən başından yeri boş qalmış ailəsinin yerinə qoydu. Bu evin insanları da bu təmiz qəlbli, düz niyyətli qadını ailələrinə qəbul elədilər. Ən əsas da Safura bu durumdan çox məmnun idi. O yaşının bu çağında, çölə bayra da çox az çıxa bildiyi bir həyat düzənində özünə anlayışlı, hər şeyin yerini bilən bir həmsöhbət, bir otaq yoldaşı tapmışdı. Buna görə də o Xəyalədən çox razı idi. Hər dəfə onu ziyarətə gələndə Safura qızına ağız dolusu dua edirdi. Aradan zaman keçdikcə bir damın altında yaşayan bu insanların bir-birinə güvəni artır, bir-birindən gizlin, sirri sözü də qalmırdı.
Səfuraya, onun övladlarına içini içdikcə, Məsumə artıq zaman-zaman həyatından bir şeylər də danışırdı otaq yoldaşına. Axşamın bir vaxtında o gedir, Səfura da ondan eşitdiklərini övladlarına danışırdı. Beləcə artıq Xəyalə bu qadın haqqında bəzi məlumatlara sahib olmuşdu. Bazarda tərəvəz alver edən gəncin dedikləri doğru imiş. Mənsumənin bu gün artıq 46 yaşına gəlmiş İlyas adlı bir oğlu var imiş. O düz 15 il əvvəl növbəti Qarabağ savaşından canını qurtarmaq üçün çox gənclərin elədiyi kimi başını götürüb Amerikaya gedir. Əslində onu getməyə təhrik edən də Mənsumənin özü olur. O bircəcik oğlunu bu fitnə fəsaddan, Respublikanın gəncliyini bir oyuna qurban verən zalimlərin zülmündən qorumaq üçün onun getməsini israrla tələb edir. İlyas da gedir. Bəlkə də Məsumə oğlunun bir daha geri gəlməsini heç istəmirdi. Çünki zaman keçir, nə bu oyun bitir, nə də gənclərin qırğını sona çatırdı. Ancaq Məsumə bir ana kimi oğlundan xəbər tutmağı, onun qürbət eldə necə yaşadığına dair bir məlumat almağı çox istəyirdi. Ancaq gör ki, İlyasın gedişi bir daşın bir quyuya düşüşü kimi oldu. Səssiz, sədasız. Məsumə bu illəri həsrətlə, ürəyində min bir qorxu, min bir təlaşla keçirmişdi. O bir yandan ancaq elə oğlunun sağ-salamat olmasını istəyirdi. Bunun üçün dua edirdi. Bir yandan da ürəyində öz-özünə gilə edirdi. Sən demə, İlyas çox soyuq, çox vəfasız bir övlad imiş. 15 il əvvəl baş götürüb getdi, o vaxtdan bəri bir dəfə burada qoyub getdi. Gözü yaşlı anasını xatırlamadı. Ona bir xəbər göndərmədi. Sağ-salamatam ana, yaxşıyam, mənim üçün narahat olma, demədi. Bəlkə elə bildi ki, anası onun ətəyindən yapışacaq. Məni də gəl apar deyəcək. Bəlkə elə bildi ki, Məsumə ondan yardım istəyəcək, yaşam yükünü onun çiyninə yükləyəcək. Bəlkə bir şeydən elə qorxdu ki, yerini doğmaca anasına da bildirmək istəmədi. Məsumə bu 15 ili bu sualları elədən beləyə, belədən eləyə çevirə-çevirə keçirdi. Ancaq bir övladın bu suallara məntiqli, özünü haqlı çıxarda biləcəyi o doğru cavabları tapa bilmədi. Əslində doğru cavab var idi. Həm də o cavab daş heykəl kimi düz ortada dururdu. Sadəcə Mənsumənin ürəyi bunu qəbul eləmək istəmir, oğluna qıymırdı. Hələ də özünü aldada-aldada o heykəli görməzdən gəlirdi. Ölçüləri ilə hər kəsin gözünə batan, gözləri çıxarda bilən bu heykəlin adı nankorluq idi. Nankorluqların da ən ağırı övlad nankorluğu. Ürəyinin bir yerində Məsumə də bunu bir kənara yazmışdı artıq. Ancaq yenə də belə bir dönüklüyü asanlıqla qəbul eləmək istəmir, inadında dirənib dururdu. Halbuki 6 il əvvəl bir tanışın oğlundan İlyasın xəbərini almışdı. Gənc adam o zaman Amerikada oxuyurdu. O bir dəfəsində tətilə gəldiyində anasına İlyası gördüyünü demiş, onun çox imkanlı bir adama dönüşdüyünü söyləmişdi. Oğlanın gətirdiyi xəbərə görə İlyas Amerikada bir klinik xəstəxananın sahibi imiş. Necə olmuş, İlyas bu zirvəyə necə qalxmış, bunu Məsumə hələ də anlaya bilmirdi. O xatırlayırdı ki, İlyas oxuduğu məktəbdə heç vaxt əlaçı şagirdlərdən olmamışdı. Elə isə bəs o bu zirvəyə necə ucalmışdı? Məsumə bu suala cavab axtarırdı, ancaq ağlına dəqiq bir şey gəlmirdi. Bəlkə də bu niyyətinin kökündə İlyasın varlı bir qadınla evlənməsi dururdu. Bəlkə də onun yüksəlişi uğurlu bir evliliklə bağlı idi, kim bilir. Fikirlər də çox idi, suallar da çox idi, ancaq cavab verən yox idi. Çünki İlyas inadla susurdu. Dünyanın bildiyi, hər kəsə də məlum olan bir şey var ki, jurnalistlər yazacaqları mövzu ilə əlaqəli məlumat toplamağı çox sevirlər. Bu onların peşə vərdişlərindəndir. Ancaq jurnalistlər əllərinə keçən məlumatları araşdırmağı da çox sevirlər. Bu da bu peşənin zaman ərzində onlarda formalaşdırdığı bir qabiliyyətdir. Bu qabiliyyətin ən yüksək zirvəsi doğruları axtarmaq, doğruları aşkara çıxartmaq, onlardan yazmaqdır. O qabiliyyətdən Xəyalədə də var idi. Odur ki, əlinə bu qədər məlumat keçəndən sonra Xəyalə bu məlumatları araşdırmağa qərar aldı. O Mənsubədən xəbərsiz İlyasın kim olduğunu, harda, necə yaşadığını üzə çıxartmaq üçün bir araşdırma başlatdı. Bu araşdırmanı o birlikdə təhsil aldığı, ali təhsili bitirdikdən sonra Amerikaya köç edib orada yaşamağa başlamış tələbə yoldaşı Vahidin vasitəsilə yürüdəcəkdi. Xəyalə tez bir zamanda Vahidlə əlaqə qurdu, məsələni ətraflı anlatdı, lazımı tapşırıqları da verdi.
Ən qısa zaman içində Vahid əlindəki çox əhəmiyyətli məlumatlarla Xəyaləyə cavab verdi. Sən demə, gəncliyindən də boy-buxunu, yaraşığı ilə qadınların diqqətini çəkməyi bacaran İlyas doğrudan da Amerikada adlı sanlı bir adamın qızı ilə evlənibmiş. İşlətdiyi o klinikada qaynatasının ona hədiyyəsi imiş. İlyası da elit cəmiyyətə layiq bir səviyyəyə gətirmək üçün adam qızının xatirinə belə bir addım atmış, sərvətindən belə bir əhəmiyyətli pay ayıraraq onu İlyasa hədiyyə eləmişdi. Ailə o qədər özündən razı imiş ki, elə bir yüksək zümrədən imiş ki, İlyas özünün keçmişini, hətta vətəndə bir anası olduğunu etiraf eləməkdən çəkinmiş, bunu onlardan gizlətmişdi. O həyatına göydən düşmüş, keçmişi olmayan bir insan kimi davam etməyə seçibmiş. Ona görə də Məsumə 15 ildə ondan bir kəlmə söz eşidə bilməmişdi. İlyas Amerikaya çatan kimi hər ehtimala qarşı keçmişini silib atmışdı, həm də anası ilə birlikdə. Vahidin söylədiklərindən sonra Xəyalə elə bir sarsıntı keçirdi ki, 2 gün özünə gələ bilmədi. 2 gün sonra bütün iradəsini topladı, Vahidin çox çətinliklə əldə elədiyi İlyasın ev ünvanına, cibində gəzdirdiyi telefonuna hücum eləməyə qərar verdi. Bu qədər nankör, bu qədər vicdansız bir övladın dərsini vermək lazım idi. Xəyalə çox düşündü, sonra İlyasa əvvəlcə çox uzun bir səsli mesaj göndərdi. Sonra həmin mesajı kağız üzərində daha ətraflı bir məktub halına gətirdi və Vahidin əli ilə İlyasa şəxsən çatdırılmasını ondan xahiş elədi. Bunu elədi ki, əgər İlyas mesajı dinləməsə ya da dinləyib dərhal silsə, əlində eyni mətnin daha çox detallara girən, daha çox məlumat verən eyni mövzunun məktub versiyası da qalsın. Nankör övlad biraz da o məktubla uğraşıb dursun. Həm mesajda, həm də məktubda Xəyalə bir nankör oğula, anasını qoyub gedəndən sonra o ananın yaşadığı həyatını yazmış. Tək qalmış bir ananın həyatın dibinə düşdüyündən, özünün onunla harda, hansı şəraitdə tanış olduğundan bəhs eləmişdi. İlyas kimi bir övladı varkən, bazarların zibili ilə qidalanmaq məcburiyyətində qalan bir ananın ahından qurtula bilməyəcəyini, həyatın sonunda da olsa, o biri dünyada da olsa, bunun hesabını verməli olacağını yazdı. Məktubun sonunda nə qədər gec deyil, İlyasdan gəlib anasından halallıq almasını, onu qaldığı qaraj küncündən çıxartmasını, ona bir göz ev alıb evə yerləşdirməsini tələb elədi. Məktubun sonunu belə bir xəbərdarlıqla bitirdi ki, əgər bu deyilənləri yerinə yetirməsə, ən yaxın zamanda Bakı qəzetlərində onun haqqında, onun kimi bütün nankör oğullara da dərs ola biləcək kəskin bir məqalə yazılacaq. Məsələ bununla da bitməyəcək. Amerikada da İlyasın Amerikalı ailəsi onun kim olduğunu, necə bir oğul olduğunu, anasını tək qoyaraq onu səfirliyə möhtac etdiyini biləcək. Bu məsələyə aid videolar, qonşuların, tanış-bilişin dilindən yazılmış intervyular işə düşəcək və İlyasın kim olduğunu, necə bir insan olduğunu bütün Amerika biləcək. Xəyalə belə elədi ki, bəlkə bu vicdansızın heç olmasa gözü qorxar, anasına sahib çıxmasa da ən azından ona biraz maddi yardım edər. Xəyalə yanılmamışdı. İlyas bu baskıya dərhal reaksiya verdi. O Xəyalənin hücumuna məruz qalan kimi tədbirini almaqla bu hücumun qarşısını almağa çalışdı. Görünür İlyas da boş durmamış, Xəyaləni internetdən araşdırmış, onun necə bir cəsarətli jurnalist olduğunu öyrənmişdi. O hər necəsə Xəyaləni bu addımdan saxlamalı idi. Aradan 2 gün keçmişdi ki, Xəyalənin cib telefonuna çox qısa, İlyasın bəlkə də canını qurtarmaq niyyəti ilə yazdığı bir mesajı gəldi. Bu ay Bakıya gəlirəm, hər şeyi həll edəcəyəm, İlyas. Xəyalə onun 5-6 kəlməyə də qıymadan yazdığı bu qısa mesajına güvənmədi. Dərhal Vahidə yeni bir tapşırıq verdi. Vahid, sənə zəhmət, get onunla bir də görüş, bu məlumatın doğru olduğunu yoxla. Vahid də tək bir oğul idi, ancaq onun valideynləri də, ailəsi də yanında idi və bu böyük ailə bir tək Vahidin gəlirinə bel bağlayaraq birlikdə normal yaşayırdılar. Özünü hər zaman ailəsinə borclu bilən bir oğul kimi, Vahid də bu gənc yaşında böyük bir ailəyə atalıq edir. Bu qürbət eldə ailəsinin hər ehtiyacını ödəmək üçün yorulmadan çalışırdı. Ona görə də Vahid öz anasına qaytarmalı olduğu borcundan bu cür şərəfsizcəsinə qaçıb gizlənən İlyasın bu nankörlüğünü həzm edə bilmir, qeyrətli bir oğul olaraq canla başla Xəyaləyə yardım edirdi.
Vahid İlyasın sözünü təsdiqlədi. Sən demə İlyasın yay ayında Azərbaycana bir səfəri nəzərdə tutulurmuş. Doğrudur, bu səfərin onun anası ilə bağlantısına heç bir aidiyyəti yox idi. O Bakıya tibb sahəsində çalışan bir məmur kimi sadəcə simpoziumda iştirak etmək üçün gəlirdi. Ancaq Vahid də, Xəyalə də düşündülər ki, bu da bir fürsət ola bilər. Oğul anası ilə görüşər, onun könlünü alar, yardım edər və s. Yay gəlib çatdı. Xəyalənin bir an belə fikrindən çıxartmadığı, buna görə də nəzərdən qaçırtmadığı o səfər nəhayət bir gün gerçəkləşdi. İlyas bir həftəliyinə Bakıya gəldi. Xəyalə mesajla ona anasının qaldığı yeri də nişan verdi. Anasını orada tapa bilməsə, onun gün boyu xəstə baxıcısı kimi çalışdığı ünvanı, yəni özünün ata evinin ünvanını da göndərdi. Ona şərt də qoydu ki, anası ilə görüşəcək və bu barədə ondan bir məlumat almağı Xəyalə hər gün gözləyəcək. İlyas bu xəbərdarlığa ancaq bir gün sonra cavab verdi. Yazdı ki, simpozium çox yoğun bir qrafiklə keçirilir. Ona görə də anası ilə görüşə hələ ki imkan tapa bilmir. Ancaq imkan tapan kimi anasına baş çəkəcək. Necə şeydirsə, İlyasdan gələn hər mesaj Xəyaləni şübhəyə salırdı. Xəyalə onun bu bəhanələrinə elə əsəbləşirdi ki, az qalırdı gedib onu o simpoziumda millət içində rüsva eləsin. Çox oğullardan qeyrətli olan Xəyalə belə bir addımı atmaqdan özünü güclə saxlayırdı. Ürəyi ona deyirdi ki, İlyasın dediklərinin hamısı yalandır. O yenə də anası ilə görüşməkdən qaçır. Simpoziumun keçirildiyi 3-cü gün idi, ancaq hələ də İlyasdan bir xəbər yox idi. Halbuki 3 gün sonra simpozium bitəcəkdi. Xəyalə kitabxanada oturub məqalə yazırdı. O hələ də İlyasdan bir xəbər gözləyirdi ki, telefonuna bir mesaj gəldi. Xəyalə açıb mesajı oxudu. Mesaj İlyasdan deyildi, evdən idi. Mesajı Gülgəz yazmışdı. O yazırdı ki, Mənsumə xala xəbərlərə baxırmış. Birdən orada İlyası görüb, tanıyıb. Onun burada olduğunu anlayan kimi qadın huşunu itirib. İndi Gülgəz də bilmirdi ki, onu necə özünə gətirsin. Qardaşı arvadı Xəyaləni evə yardıma çağırırdı. Xəyalə kitabxanadan çıxdı, taksi ilə evə gəldi. Mənsumə hələ də ayılmamışdı. Xəyalə əvvəlcə təcili yardım çağırdı. Sonra da qadının əlini üzünü yudu. Onun əllərini ovuşdura-ovuşdura özünə gətirməyə çalışdı. Allahdan təcili yardım tez gəldi. Qadına iynə vurdular, onu özünə gətirdilər. Məsumənin ilk sözü bu oldu. Xəyalə, ay millət, oğlum gəlibmiş, o buradadır, Bakıdadır. Sizə yalvarıram, məni onunla görüşdürün. Xəyalə, qızım, ona xəbər göndər, yerimi bildir. O yəqin indi hər yerdə məni axtarır. Onun bu sözünə Xəyalanın gözləri yaşardı. Ancaq o İlyas barədə bildiklərini söyləməyə tələsmədi. O İlyasa güvənmirdi. Onun yanına gediləcəkdisə də bir qəfil gediləcəkdi. İlyasın xəbəri olmadan onun qarşısına çıxmaq lazım idi. Təcili yardım artıq getmişdi. Xəyalə Mənsuməni sakitləşdirdi. İlyasın burada olduğunu yeni öyrəndiyini etiraf elədi. O qadına bundan artıq sir vermədi. Çünki bundan sonra nə edəcəyinə artıq qərar vermişdi. O bir yandan hələ də özünü ələ bilməyən qadının qeydinə qalır, divanda onun yerini rahatlayır, bir yandan da ürəyində plan qururdu. Ertəsi gün Xəyalə günün ikinci yarısında Mənsuməni də geyindirib yanına aldı, həmin o simpoziuma gələn qonaqların qaldığı otelə getdi. Resepsiyondan İlyasın nömrəsini soruşdu. Mənsumənin ürəyi qulaqlarında vururdu. O həyəcandan bayılmaq dərəcəsinə çatmış halı ilə hadisələri izləyirdi. Zarafat deyil, o birazdan oğlunu görəcəkdi. 15 il bundan əvvəl son dəfə gördüyü, öz əli ilə bu ölkədən qaçırtdığı oğlunu. Ana dünənki xəbərlərdə oğlunu görmüş, tanımışdı. Halbuki bu illərdə İlyas çox dəyişmişdi. O biraz da olğunlaşmış, yaraşıqlı, boybuxunlu, orta yaşlı bir adama çevrilmişdi. Ancaq ana onu dərhal tanıdı. Çünki gözlərindən əvvəl ürəyi ona xəbər vermişdi. Bu İlyas idi, onun oğlu idi. İki qadının keçirdiyi bu qədər hərarətli təlaş resepsiyondakı oğlanın bircə kəlməsi ilə buz bağladı. Oğlan İlyasın dünən gecə reysi ilə Amerikaya döndüyünü söylədi. Mənsumə halsız halda arxadakı kresloya çöktü. Onun bu bir yandan gözlərindən yaş axır, bir yandan da sual dolu gözlərini Xəyalənin üzünə tikərək baxır, sanki ondan cavab gözləyirdi. Xəyalə ona yaxınlaşdı, çiyinlərini qucaqlayaraq yavaşca dedi. Mənsumə xala, sən sakit ol, mən indi bir şeylər öyrənməyə çalışacağam. Sən burada otur, buradan heç yerə ayrılma, mən indi gəlirəm. Bu sözlərlə Xəyalə oteldən bayıra çıxdı. İlyasın nömrəsini yığdı, gözləməyə başladı.
Bu an qızın ürəyi ağzında idi. Bu qədər uzaq məsafədən belə İlyası boğmağı gəlirdi. Bu vicdansız yenə bir oyun oynadı, aradan çıxdı. Az sonra telefon cavab verdi. Xəyalə xanım, ay vicdansız, doğma ananı görmək sənin üçün bu qədər çətin idimi ki, onu yenə qoyub qaçdın? Elə deyil, elə deyil. Məni bir dinləyin. Mən ora tək gəlməyi düşünürdüm. Ancaq yoldaşım əl çəkmədi, o da gəlmək istədi. Mən də məcbur qalıb onunla gəlməli oldum. O hər yerdə yanımda idi. Dünən gecə yoldaşımın halı xarablaşdı. O hamilədir. Nə olduğunu mən də bilmədim. Ona görə də təcili geri dönməli oldum. İndi də yoldaşımla xəstəxanadayıq. Onun vəziyyətindən əmin olum, mən geri gələcəyim. O zaman da anamla arxayın görüşəcəyim. Mən hər şeyi yoluna qoyacağam. Ancaq indi mənə biraz zaman lazımdır. Xəyalə xanım, inan ki, məsələ belədir. Belə olacağını mən də gözləmirdim. Arxayın olun. Mən ən yaxın zamanda geri gələcəyəm. Hər şeyi yoluna qoyacağam. Görəcəksiniz. Hər şey yaxşı olacaq. İlyasın tezliklə dediyi o zamanın gəlişi düz 5 ay sürdü. Aradan 5 ay keçmişdi ki, bir axşam Zahidin qapısı döyüldü. Son zamanlar Safira xanımın ürək tutmaları artmışdı deyə Xəyalə də anasının yanında gec saatlara qədər qalırdı. O bugün də burada idi. Odur ki, qapıya da özü getdi. Qapı açıldı, Xəyalənin qarşısında şıq geyimli, uca boylu, yaraşıqlı bir kişi dururdu. Bu İlyas idi. İlyas verdiyi sözü tutmuş, nəhayət 5 ay sonra vətənə gəlmiş, anasını axtarmış, onu qarajda tapa bilməmiş, o yüzden də bu saatda Xəyalənin atası evinin qapısını çalmışdı. Axşamınız xeyir Xəyalə xanım. Mən gəldim, ancaq anamı tapa bilmədim. O nişan verdiğiniz garajda heç kim yox idi. Demək ki, ananın yaşadığı villanı da gördün, nəhayət. Bəyəndinmi? İlyas utanaraq başını aşağı saldı. Gördüm. Xəyalə xanım, məni utandırmağa çalışmayın. Mən onsuz da utandığımdan yerə girirəm. Anam o hallara düşəcək qadın değildi. Hər şey mənə görə oldu. İlyas göz yaşlarının içindən gülümsəməyə çalışaraq əlavə elədi. Bilirsiniz, yatağın yanında bir səccadə də var idi. Demək anam Allahın yolunu tutmağa başlayırmış. Mənim isə heç xəbərim olmadı. Hardan xəbərin olacaqdı? Amerika kimi bir ölkədə elə gizlənmişdin ki, o səni necə tapa bilərdi ki, sənə xəbər də göndərəydi. Halbuki bütün imkanlarınla sən onu tapa bilərdin ki, sən sadəcə bunu heç vaxt istəmədin. Dünyanın ən ədalətsiz bir hesabı olmalıdır ki, Məsumə xala kimi bir qadın sənin kimi bir oğul üçün sənin bir ömür boyu hər kəsdən gizlətdiyin sirrin, daşıya bilməyəcəyin ağır yükün oldu. Səbəb də odur ki, o krallara layiq həyatında sən doğmaca anana yer tapmadın. Səni doğan, zəhmətini çəkən, səni qorumaq naminə özündən uzaqlaşdıran bir anaya sən borcunu bu şəkildə qaytardın. Gizlənərək, susaraq, yerini, həyatda olduğunu bildirməyərək. Bari onun hələ də həyatda olduğunu bilirdinmi? Yoxsa bu mövzu da səni heç maraqlandırmadı? Xəyalə xanım, rica edirəm. İndi bunları danışmayaq. Mənə anamın yerini deyin. Mən qaraja getdim, ancaq anam evdə değildi. Dedim, yəqin burada olar. Xeyr, anam burada deyil. Bəs hardadır? Onun gedəcək başqa bir yeri varmı ki? Niyə yoxdur? Var. Onun gedə biləcəyi, güvənəcəyi, sığınacağı bir yer var. Hardadır o yer? Ünvanını verə bilərsinizmi? Ünvanını verə bilərəm, ancaq sən gedib tapa bilməzsən. Gərək özümüz sən aparaq. Zahid, qardaşım, sənə zəhmət. Gəl İlyası Məsumə xalanın yanına aparaq. İndi yəqin qadının gözü yoldadır. Xəyalənin bu sözlərinə ev xalqı müəmmalı şəkildə baxışdı, ancaq heç kim heç nə demədi. İlyas bu baxışmanı heç görmədi də. Zahid gödəkçəsini, maşının açarlarını götürdü, onlar evdən çıxdılar. Onlar qarlı şaxtalı bir gecədə İlyasın heç cür müəyyən edə bilmədiyi bir istiqamətdə yola çıxdılar. Bir xeyli getdikdən sonra İlyas söhbət olsun deyə ortalığa dedi. Unutmuşam, qışda buralar bu qədər soyuq olurdu mu? Xəyalə susurdu. Zahid dedi. Qışda hər yer soyuq olur. İlyas səmt tonundan onun danışmağa həvəsi olmadığını anladı. Yolun qalan hissəsini susaraq pəncərədən bayıra baxmağa başladı. Gecənin qaranlığında bir yerdə yol ona tanış gəldi. O yolun istiqamətini güclə müəyyənləşdirə bildi. Xatırladı ki, bir zamanlar bu yolun üstündə bir-birindən möhtəşəm villalar da tikilmişdi. İlyas diqqətlə baxanda anladı ki, o villalar artıq çox geridə qalmışdı. Yolun bundan sonrası artıq heç yerə ayrılmadan müəyyən bir istiqamətə doğru davam edirdi. Bu yol İlyasın da yaxşı xatırladığı bir zamanlar atasını dəfn edildikləri Qurd ağzı qəbirstanlığına gedən yol idi.
İlyasın ürəyi sıxılmağa başladı. Biz hara gedirik? Siz məni hara aparırsınız? Ananı görmək istəmirdinmi? Ananın yanına gedirik. Səbirli ol, az qalıb. Anamın orada nə işi var? Anam ölüb yoxsa? İlyasın ağlamsına dediyi bu sözlərə xəyala qəzəblə cavab verdi. Bəs sən nə bilmişdin? O bədbəxt qadın bir qarın ac, bir qarın tox, həyatını səfalət içində, bazarlardan zibil toplayaraq, gördüyün o qaraj küncündə sürdürərək, dünya durduqca duracaq, sənin yolunu gözləyəcəkdi. Bəlkə aranızda belə bir anlaşma var imiş. Deyək ki, bu lap var imiş. Bəs Allah bu anlaşmaya nə deyir? O belə bir anlaşmaya razı olardı mı səncə? Təbii ki, Allah belə bir anlaşmaya əsla razı olmazdı, olmadı da. Sən öz yolunu tutub Amerika kimi bir ölkədə uğurdan uğura irəlilədikcə, anan da burada zülmdən zülmə sürünürdü. İnsan ki ölümsüz deyil, nəhayət onun da bir gün gücü tükəndi, ömrü də bitdi. Sənin son hərəkətindən sonra beyninə qan sızdı, o da insult oldu, ölüb getdi. Sən bir oğul olaraq anana borcunu belə qaytardın. Sənin ödəyə bilmədiyin ana borcunda, daşıya bilmədiyin ana dərdində burada sona çatdı. Sən artıq azadsan. İndi sən istəyirsən 1000 il yaşa, biləsən ki, son mənzilin cəhənnəmdir. Sən unudursan ki, anaların haqqını qoruyan bir Allahımız var. Unutmusan ki, cənnət anaların ayaqları altındadır. Oğul olar ki, anasına gözü kimi baxar, cənnətini qazanar. Oğul da var ki, sənin kimi anasına zülm etməklə bəri başdan cəhənnəmin garantisini alar. Sən ikincilərdən oldun. Sən cəhənnəmin garantisini aldın. O garanti sənin cibindədir. Hər zamanda cibində olacaq. Bundan sonra necə yaşayırsan yaşa, nə edirsən elə, bu məsələdə sənin üçün heç nə dəyişməyəcək. Sən heç o dünyada da ananı görə bilməyəcəksən. Bilirsənmi niyə? Ona görə ki, sənin anan bir mələk oldu. Çəkdiyi zülmlərə öz cənnətini qazandı. O cənnətdədir. Sənin isə ora yolun bağlıdır. Çünki sən cəhənnəm əhlisən. Orada əbədi qalacaqsan. Xəyalənin dilindən qopan hökmlər dağ boyda İlyasın göz yaşlarına səbəb olmuşdu. O cavab vermir, sakitcə ağlayırdı. Onlar gəlib çatdılar. Maşından enib bir qəbrə yaxınlaşdılar. Hər halında yeni olduğu bilinən bir qəbrin başında dayandılar. Mənsumənin öldüyü bir ay olardı. Ona görə də qəbrin torpaq təpəsi hələ çökməmişdi. İlyas özünü torpağın üstünə sərdi, ağlamağa başladı. Ana, ana, niyə məni gözləmədin ana? Mənim yazıq anam, canım anam, bəs indi mən neyləyim? Ona layla oxu. Gözü yaşlı İlyas dönüb təəccüblə xəyalıya baxdı. Necə yəni? Məni ələ salırsan? Ələ salmıram, ciddi sözümdür. Yeni rəhmətə gedənlərə layla oxuyarlar. Layla bilirsənmi? Bilməlisən, çünki bir zamanlar yəqin ki, anan da sənə laylalar oxumuşdur. İndi də sən o laylaları xatırla, anana layla oxu. Bəlkə səni eşidər, bəlkə bağışlayar. Bunu dedikdən sonra xəyalı ilə Zahid maşına sarı getdilər. İlyas bunu görüb təşvişə düşdü. Siz gedirsiniz, məni burada qoyub hara gedirsiniz? Hara olacaq? Evimizə. Bizim işimiz burada bitdi. Səni ananla baş-başa qoyub gedirik. Sizin söhbətiniz sabaha qədər sürər. Siz dərdləşin. Burada sənin qorxmağına da gərək yoxdur. Burada ananla birlikdəsən. Bir sənsən, bir də anan. Ona layla oxu. Onun sənə oxuduğu laylaları yadına sal, bir-bir oxu. Qusura baxma, biz burada qalıb sənin qarolunu çəkə bilməyəcəyik. Biz getməliyik, çünki evdə xəstə anamız var. Onu yas içində qoyub gəlmişik. Bizim anamız sənin ananın yasını tutur. Gedib ona həmdəm olmalıyıq, ona təsəlli verməli, səbir diləməliyik. Çünki mənim anam bir ay əvvəl sənin anan kimi vəfalı bir can yoldaşını, bir sirdaşını itirdi. Allah Mənsumə xalaya rəhmət eləsin, məkanı cənnət olsun. Bunu deyib, onlar maşına mindilər, sürüb getdilər. İlyas zülmət qaranlıqda, uçsuz bucaqsız bir qəbirstanlıqda tək başına qaldı. Əvvəlcə onu qəbirstanlığın vahiməli xofu bastı. Ancaq o birdən bu torpaq təpənin altında yatanın doğmaca anası olduğunu xatırladı. Onun üzünü, gözlərini, səsini xatırlamağa çalışdı. Ana, 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 sən neylədin ay ana? Mən demişdim axı gələcəyəm, niyə gözləmədin? Barı yerin rahatdırmı ay ana? Sənə layla oxuyummu ay ana? Sən mənə oxuyardın ey? İlyas xəyalənin dediyi kimi anasının oxuduğu laylaları xatırlamağa, onları oxumağa başladı. Layla dedim, yatasan, qızıl gülə batasan, qızıl güllər içində şirin yuxu tapasan, laylay anam, alaylay, yazıq anam, alaylay. Qışın sərt üzü
İlyasın bütün bədənini buza döndərmişdi. Şimal küləyi onun saçlarını qarışdırır, şaxta onun üzünü, bütün vücudunu dondurub bir taxta parçasına çevirirdi. O isə artıq heç nə hiss eləmir. Çatdaqlarından qan axan dodaqlarını güclə bir yerə gətirərək tərpədir, eləhi xatırladığı bayatları oxuyurdu. Bala dadı, bal dadı. Bala adam aldadı, şirini şirin olur, acısı da baldadır. Laylay bala laylay, laylay anam laylay. Laylay anam laylay, yazıq anam laylay. Allah sənə rəhmət eləsin, ay ana. Məkanın cənnət olsun, ay ana. Bağışla məni, ay ana. Bağışla məni, ay ana. Ay ana, ay ana. İlyas ağlayırdı. Ancaq şaxta o qədər güclü idi ki, onun gözlərindən axan yaş yarı yolda üzündəcə donurdu. Bu zamanda duzlu göz yaşlarının donub qaldığı yerlər üzünə tikan batırmış kimi acı-acı göynəyirdi. Gecə boyu canlı məxluqatın kələyini kəsə bilən şiddətli şimal küləyi dünyanın altını üstünə çevirmək istəyirmiş kimi aləmi bir-birinə qatmışdı. Belə bir havada çöldə olmaq, hələ bir də qəbirstanlıq kimi açıq alanda daldalanmağa bir yer də olmadığı halda sabaha qalmaq, üstəlik bu durumdan salamat çıxmaq bir insan üçün möcüzəyə bənzər bir şey olmalı idi. Nə yaxşı ki, səhərin alattolanında şimal küləyi bir qəfil lopa-lopa yağmağa başlayan qara təslim olaraq kəsdi. Son illər olduğu kimi bu ildə mövsüm təqviminə görə xeyli gec qalmış ilk qar sanki bu gecikmənin əvəzini çıxırmış kimi çox böyük həvəslə didilmiş pambıq parçaları kimi yağmağa, bununla da qısa zaman içində dünyanı ağ örtüyə bürüməyə başladı. Saat 7 olardı ki, qəbirstanlığın işçiləri işə gəlməyə başladılar. Onlar ətrafı yoxlayırdılar ki, yeni dəfn edilmiş qəbirlərdən birinin üstündə yarımcan halda huşunu itirmiş bir adama rast gəldilər. Onların təcili xəstəxanaya çatdırmaqda son anda ölümün ağzından qurtardıqları bu adam İlyas idi. İlyas bir oğul idi. Sağ ikən anasından qaçan, ancaq öldükdən sonra onu burada, məzarında ziyarətə gələn bir oğul. Xəstə anasının gözlərini illərlə yolda qoyan bir övladın, oğul deməkdən dili qabar olan anadan qaçan bir övladın, məhz onun naxələfliyi, nankörlüğü üzündən onu bir daha görə bilmədən bu dünyadan nakəm getmiş bir ananın oğul dediyi vəfasız övladının cəzası belə olmalı idi. İlyas nəhayət bir gün xəyalənin, vahidin baskısı altında bütün Amerikaya rüsvay olacağından qorxduğu üçün anasını görməyə gəlmişdi. O məcbur qalaraq görüşməyə gəlmişdi. O zaman da əgər görüş olacaqsa da ancaq belə bir şəraitdə bir ölmüş ana ilə bir sağ-salamat oğlun bir daha heç vaxt üzə gələ bilməyəcəyi bir şəraitdə baş tutacaqdı. Necə ki, elə baş tutdu da. İlyas əhdə vəfasız çıxmışdı. Çünki nankör bir övlad idi. O gedərkən anasına söz vermişdi. Ya geri gələcəkdi, ya da onu da öz yanına aparacaqdı. Ana da ona inanmışdı. Bu illərdə anaya güc verən, qüvvət verən onun bu inamı olmuşdu. İnamın yoxa çıxdığı gün ana da qismətinə təslim olmuş, həyatın ipini buraxmışdı. Mənsumənin bircəcik oğlu İlyas sözünü tutmamış, dediklərini çoxdan unutmuşdu. İlyas qeyrətli oğulların adını batıran bir oğul oldu. 15 il bundan əvvəl öz canını qurtarmaq üçün anasını burada tək qoyub gedən, bu illər ərzində onu bir daha heç itirib axtarmayan, 15 il boyunca Amerika kimi bir yerdə ürəyinə daş basaraq rifah içində şad xürrəm ömür sürən bir övlad oldu İlyas. Halbuki Allah Cəllə Cəlaluhu bir ailəyə oğulları ona görə verir ki, onlar evlərini, ailələrini, analarını qorusunlar. Onları yedirtsinlər, içirtsinlər, analara bir zamanlar anaların onlara baxdıqları kimi baxsınlar, qayğısını çəksinlər. İslama görə analar oğullara güvənməli, onların nəzarəti, qayğısı altında ömür sürməlidirlər. O baxımdan deyirlər ki, cənnət anaların ayaqları altındadır. Bəlkə bir gün İlyas da anlayacaqdı ki, anasına çəkdirdiyi zülmün əvəzini məhşərdə çəkməli olacaq. Bəlkə anlayacaqdı ki, onun üzündən bu dünyadan nigaran gedən, can verərkən də gözü arxada qalan bir ananın ahından qutara bilməyəcək. Ancaq bu anlayışın ona heç bir faydası olmayacaqdı. Əgər bu dünyada gözlərini yuman bir anadan zamanında halallıq alınmamışdısa, artıq o övladın günahlarının bağışlanması mümkün deyildir. Çünki ana övladına haqqını halal etmədən getdisə, o günahlar övladın boynuna qalır. Yaşanmışların bir daha geri dönüşü olmadığı kimi, o günahların bağışlanması da artıq mümkün olmayacaqdır. O zaman da qisas qiyamətə qalırdı.
İlyas bundan sonra nə qədər yaşayacaqdısa, çiynində böyük bir vəbal ilə yaşayacaqdı. Bir gün öləcəkdisə də, o biri dünyaya da bu böyüklükdə günahla gedəcəkdi. Artıq onu yalnız Allah hansısa bir səbəblə bağışlaya bilərdi ki, bu da çox zəif bir ehtimal olaraq qalırdı. Əbəs-irə deyil ki, müqəddəs Quranın səhifələri həm analara edilən qayğıdan, hörmətdən, həm də analara edilən zülmdən yetərincə bəhs etmiş. Rəbbimiz hər davranışın növünə görə haqqını layiqincə vermiş, hələ minilliklər öncəsi bu əməllərin mükafatını da, cəzasını da təyin edib qoymuşdur. Bu durumda zəif bir ehtimala bel bağlamaq dəryada balıq sevdası kimi bir şey olmalı idi. Çünki Allahın Cəllə Cəlalu elə ağır hökmləri var ki, o hökmlər dünya durduqca duracaq, bəşər dünyasından gəlib keçmiş necə analarla oğulların qarşılıqlı münasibətində yalnız ədalətin bərpasına qərar vermək məqsədi ilə hər dəfə o zəif ehtimalın üzərinə ağır bir zindan kimi çökəcəkdir. Çünki haqqın yolu birdir. Haqqın yolu dünyanın hər yerində sadəcə adı keçən, ancaq heç yerdə rast gəlinməyən ədalətin yoludur. Və bu ədalət gerçək ədalətdir. Çünki bu ədalət cılız insanların deyil, bizi yaradan o uca Xaliqin ədalətidir. O ədaləti dünyada axtarmaq nafilə. Çünki bu fani dünyada belə bir ədalət yoxdur. Heç vaxt olmayıb da. Həqiqi ədaləti ancaq və ancaq Allahın dərgahında tapmaq olar. Orada görmək olar, orada ondan faydalanmaq olar. Çünki o dərgahda söz sahibi də, hökm sahibi də Allahu Teala'nın özüdür. Sübhanallah. Allahu aləm. Bir xatirə. Yeni bayramlar. Dünən keçən ilin son günü idi. Səhər saat 9-da mənə zəng gəldi. Açıb baxdım. Zəng Bakıdan idi. Keçən günlərin sirdaşlarından biri, bir bacılığım mənə zəng vurmuşdu. Salamlaşdıq, həl-əhval tutduq. O da çəkinə-çəkinə məni yeni il münasibəti ilə təbrik eləmək istədiyini, ancaq bunu necə, hansı sözlərlə ifadə edəcəyini bilmədiyini söylədi. O dedi, elə eləmisiniz ki, sizi bayramlarda təbrik eləməyə qorxuruq. O təbriklərə görə bizi peşman edirsiniz. İndi mən də bilmirəm sənə nə deyim, hansı kəlmələrlə səni təbrik edim. Doğrusu, mənə bugün də əziz olan bu bacılığıma ürəyim ağrıdı. Çünki hardan baxsan, o məni yada salmış, dünyanın hər yerində yaşayan cahil müsəlmanların çoxu kimi çox əhəmiyyətli bir gün hesab elədiyi illərin ayrıcında məni də təbrik eləmək, əslində 100 ildir imanlı insanların başına bəla olmuş bu dırnaqarası bayramlardan biri münasibəti ilə məni də sevindirmək, dualar eləmək istəmişdi. Mən bunun məhz belə olduğunu anlayırdım və mən əslində onun ürəyindən keçən bir cavabı da verə bilərdim. Mən bu təbriki qəbul eləsəydim, ona qarşılıq versəydim, bacılığım da ürəyinin içindən gələn ən gözəl arzularını, ən gözəl dualarla ifadə edəcəkdi. Ancaq mən bunu eləmədim. Mən növbəti dəfə bacılığımın inadla yaşatmağa çalışdığı bir bidədin ömrünü uzatmaq kimi bir günaha şərik olmaq istəmədim. Mən onun qəlbini qırmaq istəmədimsə də, onun günahına dəstək də vermədim. Çünki mənim təkcə bu bacılığıma deyil, öz ailəmin fərdlərinə də, əski dostlara, 100 illik tanışlara da deməyə sözüm var idi. Mən illərlə onların təbriklərini boş yerə geri çevirməmiş, onları boş yerə bu təbriklərinə görə qınamamışdım. Mənim qınalarım hər il öz nəticəsini ancaq bu şəkildə verirdi ki, mənim tanış-biliş çevrəm ilbəil daralır, əski dostların sayı getdikcə azalırdı. Səbəb də o idi ki, mən onlara məsələnin əslini başa salanda bu əməlimlə onların çox sevdikləri bayramlarını gözdən salırdım. Onların bu bayram sevincinə kölgə salır, onların sevinç coşqularını zəiflədirdim. Hər dəfə səbəb eyni idi və hər dəfə mən düşünürdüm ki, onlar bu səbəbləri artıq anlamalı, artıq qəbul eləməli, ən azından məni o təbriklər siyahısından silməli idilər. Mən artıq buna da razı idim. Halbuki hələ də belə bir şey yox idi. Onlar bu dəfə də bu mövzuda istər məndən olsun, istər dini alimlərdən olsun, heç nə eşitməyibləşmiş kimi eyni şeyləri söyləyir. Bu gün artıq bütün sosial media vasitələrinin, televiziya kanallarının, internetin sayəsində balaca uşağa da bəlli olan həqiqətlərə qarşı dirənməkdə davam edirdilər. İllərdir ki, qohum əqrabamla aramızda belə bir bayramlaşma baş verir. Mən də onlara eyni cür təpki verəndə məndən inciyirdilər. Qəribədir ki, onların təbrik eləməyə tələsdikləri o dırnaqarası bayramların hamısı da ya kafirlərə aid idi, ya da son illərdə yeni uydurulmuş bir bidət idi.
Bidət, yəni uydurma, əsli kökü olmayan, sonradan imansız insanların özlərindən uydurduqları bayramlar idi. İslama aid müsəlmanlar üçün əhəmiyyətli olan bir dənə də olsun mübarək günün adı keçmirdi o bayramların içində. Halbuki mən də daxil olmaqla biz ailecə artıq ən azı 20 il idi ki, Bakıdakı qohum əqrabamıza bunları anlatmağa çalışırdıq. Ancaq elə bu bacılığımın da bu sözlərindən məlum olurdu ki, onlar hələ də bizim dediklərimizi anlamayıblar, deməli ki, heç qəbul da etməyiblər. Mən bu bacılığıma desəydim ki, siz ki bizi bayramlarda yad etmək kimi məsum bir niyyətə xidmət edirsiniz. Eləsə niyə bu təbrikləri Ramazanda, Qurban bayramında eləmirsiniz? O bayramlarda ki, müsəlmanlara aid olan əsl ancaq o iki bayram var və o bayramlarda həqiqətən bizim gözümüz yollarda, qulağımız səsdə qalır. Ancaq sizdən səs çıxmır. Niyə siz bizim cümələrimizi təbrik eləmirsiniz? Halbuki sizin də xəbəriniz var. Bilirsiniz ki, həftənin cümə günü İslamda mübarək bir gündür. Biz də uzun illərdir ki, hər cümə namazından sonra mənim evimdə toplaşırıq, yemək yeyirik, söhbətlər eləyirik. Cümə gününün əhəmiyyətini unutmamaq üçün əlimizdən gələni eləyirik. Unutmamısınızsa, biz illərlə sizləri də cümə günü münasibəti ilə təbrik eləyirdik. Ancaq sizdən heç bir qarşılıq, heç bir maraq görmədiyimizdən biz də yavaş-yavaş bu vərdişimizdən əl çəkdik. Anladıq ki, cümə günü sizin üçün heç bir anlam kəsb eləmir. Niyə sizlər mənim, övladlarımın, nəvələrimin hac və ümrə ziyarətlərini təbrik eləmədiniz? Önünüzü kəsən nə idi? Bu dəfə mən bacılarıma bunları demədim. Çünki mən bu dəfə də bu sözləri eyni ilə təkrarlasaydım, eyni qınağı bacılığıma söyləsəydim, bu mənim ona ya da onlara 25 il ərzində hər il dediyim eyni sözlərin təkrarı olacaqdı. Bugün də eyni deyişmənin bu dəfə 25-ci dəfəsi baş tutacaqdı. Mən 25-ci dəfə eyni sözləri təkrar edəcəkdim. O da 25-ci dəfə də bunun belə olmadığını iddia edəcək. İstər dediklərində olsun, istər əməllərində olsun, göz görə-görə Ramazandan və Qurban bayramından uca tutduğu hər uydurma bayramın dəyərini mənə anlatmağa çalışacaqdı. Hətta cahillik üzündən də olsa, onun batdığı bu günaha mən bu dəfə ortaq olmaq istəmədim. Ona görə də bu dəfə eyni yol tutmadım. Üstəlik, o da bu dəfə deyəsən başqa bir mövqe tutmuşdu. Onun hətta sözünü çəkə-çəkə dilə gətirməsi də mənə onun fikirlərində bir dəyişiklik əmələ gəldiyinə bir işarə kimi göründü. Bəlkə əvvəlki fikirlərindən şübhəyə düşmüşdü. Bəlkə həqiqətləri görməyə başlamışdı. Bu fikirlə də mən onun qəlbini incitmək istəmədim. Ona dedim, əziz bacım, sən bir kərə bu bayram sözünü bir kənar qoysan, özün də görəcəksən ki, ortada sənin gözündə böyütdüyün kimi elə bir şey də yoxdur. Necə ki, bir saat dolur, ardından ikinci saat başlayır, o da dolanda ardından növbəti saat dolmağa başlayır. İllər də belədir. Bir il dolur gedir, onun yerini sıradakı il tutur. Biz də ömrümüzü saya-saya gedirik. Yaşımızı yox ha, ömrümüzü. Yaşını sayanların bugün doğum günü, ad günü, yubiley adı altında nə hoqqalardan çıxdıqlarını, bu mövzunu nə qədər ifrat dərəcəyə gətirərək həm özlərini, həm də başlarına topladıkları insanları necə bir uçuruma sürüklədiklərini özün görürsən. Ona görə sən də bu dəfə o yaş mövzusunu bir yana burax. Ancaq ömür ifadəsinə diqqət elə. Önəmli olan bizim ömrümüzdür. Allah Cəllə Cəlaluhu bizə nə qədər ömür verib. Bizim üçün önəmli olan məsələnin bu yeridir ki, bunu da güdməyə ehtiyac yoxdur. Çünki biz güdsək də, güdməsək də, saysaq da, saymasaq da Rəbbimizin bizə nə qədər ömür verdiyini heç vaxt bilməyəcəyik. Çünki bu bilgi ancaq Allaha aiddir. Onun əlindədir. Biz sadəcə o ömrü necə yaşadığımıza, içini hansı əməllərlə doldurduğumuza baxacaq. Məsələnin kökü buradadır. Bizdən yaşın neçə oldu deyə sorulmayacaq. Ömrün necə keçdi, o ömrü nəyə xərclədin, hansı əməllərlə doldurdun deyə sorulacaq. Bu dəfə söhbət qısa oldu. Ancaq mən bacılığımın bu dəfəki ehtiyatlı davranışlarını müsbət mənaya yozdum. Bəlkə də bacılığım artıq hər şeyi doğru anlamağa başlamışdı. Əslində vətəndəki ab-ı havanı göz önünə gətirəndə bu yazıqları qınamağa da ürəyim gəlmir. Bu yeni il bayramı kimi hər gün bir yenisi uydurulub ortaya atılmış sonsuz sayda şeytani əməllərdə Azərbaycanda elə bir yarışma, elə bir təntənə baş verir ki, gəl görəsən. Varlı, kasıb, qoca, cavan bu tədbirlərdə hamını kölgədə qoymaq üçün
Bir əl-ayağa düşürlər, bir canfəşanlıq edirlər. Sanki bu uydurma kafir bayramları onlar üçün ölüm-qalım məsələsidir. İffət, namus məsələsidir. Baxırsan ki, gözlərini küfür pərdəsi tutmuş bu insanların hisslərinin coşduğu bir zamanda onlara eşitmək istəmədikləri bir sözlə gələrsənsə, səni öldürə də bilərlər. Çünki o an çox təhlükəli bir andır. O an şeytan baş roldadır və o an cahillik özünün kulminasiya nöqtəsini yaşayır. Allah qorusun. Mən illərlə eyni bir misalı bacı-qardaşıma sübut gətirmişəm. Məsələnin əslini onlara anlatmağa çalışmışam. Həmin o bayramı ki, kafirlər özlərindən uydurub bütün dünyanı bu bəlaya salıblar, biz də artıq 25 ildir ki, həmin o kafirlərin yaşadıkları ölkələrdən birində yaşayırıq. Və biz artıq uzun illərdir ki, bu kafirlərin özlərinin uydurduqları bu bayramlara inanmadıqlarına, əməl etmədiklərinə şahidik. Onlar o bayramları dünyanı bu bəlaya salmaq üçün, əsasən sevmədikləri, çox qısqandıqları Müslüman toplumlarını bu fitnəyə düşürmək üçün icad etmişlər. Onlar nəinki o gündə heç bir canfişahlıq etmirlər, əksinə belə günlərdə axşam saat 8-dən işıqları söndürürlər, yerlərinə girib yatırlar. Sanki şeytani əməllərini yerinə yetirdiklərinə görə, dünyanı bu fitnəyə düşər edərək bəlaya saldıqlarına görə, özlərinə belə bir istirahət verdiklərini, erkəndən şirin bir yuxunu haqq elədiklərini nümayiş edirlər. Onlar şirin yuxuda ikən, mənim ölkəm kimi insanları cahillik bataqlığında batdıqca batan ölkələrin millətləri günahlarını biraz da artırmaq üçün əllərindən gələni edir, hər cür rəzil əmələ əl atır, sirk ustası kimi bu rəzilliyin içində mayallaq aşırlar. Mənim doğrular anlamaq istəməyənlərə anlatmaq istədiklərim də bunlardır. Bax, gör ki, heç anlamaq istəyən varmı? Nə deyim? Allah bu milləti islah eləsin. Amin. Halbuki Allah Cəllə Cəlaluhu müqəddəs kitabında insanların çoxunu cəhənnəmlə hədələmiş, ancaq özü seçdiyi qullarını, bundan sonra da seçəcəyi azınlığı cənnətinə buraxacağına and içmişdir. Diqqət elədikdə bunu da görmək, buna da əyani şəkildə şahid olmaq mümkündür. Məsələn, 6 bacıdan yalnız biri, 7 qardaşdan yalnız biri, yaxud 1000 nəfərdən yalnız biri. Hesab gözümüzün önündə aparılır, həm də bu şəkildə. Bunu görməmək mümkündürmü? Rəbbimin insanlardan dilədiyini seçir, bəyəndiyini, layiq gördüyünü seçir, onu doğru yola, sırat-ül müstəqimə yönəldir. Biz də qarşımızda tək-tük də olsa imanla yaşayan, takva sahibi, əxlaqı ilə, ədəbi ilə çoxlarından fərqlənən müsəlman insanlar görürük. Belədir ki, Quranda Allahın Cəllə Cəlaluhu mən cəhənnəmi cinlərlə və insanlarla tıxa basa dolduracağam kimi bir vədi də vardır. Yaxud da hədislərdə keçən özünə müsəlman deyən insanların 1000 nəfərindən 999-u cəhənnəmə girəcək kimi bir xəbərdarlıq da yer alır. İllərin ayrıcında mən də dua edərək Allahdan başda vətəndə yaşayan ailəm üçün, sonra məndən incəyən əski dostlar üçün, sonra da bütün müsəlmanlar üçün hidayət istəyirəm. Arzu edirəm ki, nə qədər gec deyil, həyatda olan insanların hamısına hidayət nəsib olsun. Allah insanları məğfirət eyləsin, onları doğru yola, sırat-ül müstəqimə yönəltsin inşallah. Və o qurtuluş yolunu gedənlərin arasında mənim bacı qardaşım, onların övladları, bir də bütün sevdiklərim də olsun inşallah. Amin. Allahu aləm. Bir söhbət. Nə olaydı? İnsan ancaq arzuların qanadından yapışaraq həyatında rastına çıxan, önünü kəsən min bir maneəni aşa bilir. İnsanın qəlbini heç vaxt boş qoymayan, yonca tarlası kimi biçildikcə yenidən göyərməyə başlayan arzular, insanın ümidini artıran, inamını gücləndirən qoşa qanaddır. Heç şübhəsiz ki, bizim bu qabiliyyətlərimiz bizi quşlar kimi uçuşda tutan, bizi daima irəli baxmağa, sabahların mütləq xeyirli olacağına, bizə bir-birindən gözəl müjdələr gətirəcəyinə inandıran Allahın Cəllə Cəlaluhu hökmü, hikməti və ən dəyərli nemətidir. Əgər Yaradan bizi bu qədər zəngin bir mənəviyyatla yaratmasaydı, ruhumuzu da bu iki nemətlə qidalandırmasaydı, kim bilir halımız necə olardı? Yaradana həmd olsun ki, daxili aləmimizi boş qoymamış, bizim iç dünyamızı bu qədər dolu, simamızı da bu qədər gözəl xəlq etmişdir. O baxımdan arzularla ümidin həyatımızdakı rolu əvəzsiz olmaqla qalmır, üstəlik çox böyük əhəmiyyət kəsb edir. Çünki arzularla ümid olmasaydı,
Biz də daima bizi təqib edən saysız hesabsız problemlərdən bezər, inancımızı qeyb edər, əlimizi hər şeydən üzərək həyatın uğursuzluqlarına təslim olardıq. Həmd olsun ki, arzularımız, ümidlərimiz var və biz daima bir-birindən gözəl arzular edə bilir. Onların bir gün mütləq Çin olacağına da canı könüldən inanırıq. Çünki bizim bu qədər rəhimli, mərhəmətli, səxavətli, səbirli, ədalətli, qüdrətli Allahımız var, əlhəmdülillah. Nə olaydı Allahım, insanoğlu bir gün yuxudan ayılanda görən gözü gerçəkləri görməyə, eşidən qulaqları haqq sözünü eşitməyə başlayaydı. Min bir hisslərlə dolu qəlbi də sənə olan sevgi ilə dolub daşaydı və bu sevgi bir gün onu sənin dininə təslim olmuş halı ilə alnı açıq, üzü ağ, sənin mübarək huzuruna, mübarək ayağına səcdə eləməyə gətirəydi. Nə olaydı Allahım, nə olaydı? Amin. Allahu aləm.